Futbol tarixinin ən böyük xəyanətini etdi. 38 yaşında məktəbi bitirdi. Nömrəsi Ronaldoya verildi. Luis Figo kimdir? Tam adı Luis Felipe Madeira Cairo Figo olan futbolçu 1972-ci ildə Portuqaliyanın Almada şəhərində doğulub. Evdə yeganə övlad olan Figonun uşaqlığı fəhlələrin yaşadığı məhəllədə keçib. Luis Figo futbola 12 yaşında olarkən küçələrdə oynayaraq başlayıb, daha sonra Sporting CP'nin Gənclər Akademiyasına daxil olub. O peşəkar karyerasına da Sportingdə başlayıb. Figo gənc futbolçu kimi futsala da məşğul olurdu. Bu ona peşəkar karyerasında kömək edib. O, Portuqaliyanın yeniyetmələrdən ibarət komandaları ilə 16 yaşadək futbolçulardan ibarət Avropa çempionatının qalibi olub. Figo 1995-ci ildə 2,25 milyon funt sterlingə İspaniya nəhəngi Barselonaya keçib. O, Barselonaya 1996-97 UEFA Kubok qalibləri kubokunu qazanmağa kömək edib. Barselonadakı pərəstişkarları Luisi sevirdilər, çünki o bölgəyə qürur gətirirdi. Lakin Barselonalıların bu sevinci çox çəkmir. 2000-ci ildə Figo futbol tarixinin ən böyük xəyanətini edir. Belə ki, Real Madrid klub rəhbəri postuna namizəd olan Florentino Perez seçilərsə, Fiqonu komandaya gətirəcəyinə söz verir. Heç kim buna inanmır. Hətta Fiqo da mətbuat açıqlamasında Barselonada özünü xoşbəxt hiss etdiyini, heç bir yerə getməyəcəyini deyir. Amma Perez seçimi qazanır və bomba partlayır. O, rekord məbləğ 60 milyon avro qarşılığında Fiqonu transfer edir. Bu hərəkətdən qəzəblənən Barselona tərəfdarları futbolçunu xain adlandırmağa başlayırlar. Fiqo ilk dəfə 21 oktyabr 2000-ci ildə Real Madrid forması ilə Barselonaya qaydanda stadion olduqca səs-küylü idi. Azarkeşlər əllərində xain və Yahuda kimi sözləri yazılmış pankartlar tutmuşdular. Ulduz futbolçu meydançada qaçanda o qədər səs-küy yüksəlmişdi ki, Fiqo şoka düşərək barmaqları ilə qulağını tıxamışdı. Adətən Madrid üçün künc zərbələri vuran Fiqo azarkeşlərə yaxın olmamaq üçün həmin gün zərbə vurmaqdan çəkinmişdi. Elə həmin il futbolçu qızıl top mükafatını qazanır. 2002-ci ildə Fiqonun Camp Nou-da ikinci oyunu Barselona Real Madrid rəqabətində məşhur azarkeşlər yenə də qəzəbli idilər. Hətta meydana donuz başı və sair o qədər çox əşya atılmışdı ki, hakim oyuna 20 dəqiqəyə yaxın fasilə vermişdi. Netflix 2022-ci ildə onun Barselonadan Real Madrid'ə məşhur transferi haqqında Figo İşi adlı sənədli filmini təqdim edib. Figo 2005-ci ildə Real Madrid'dən ayrılaraq İtaliyanın Inter klubuna keçib. 2009-cu ildə Figo futboldan ayrılacağını açıqlayır. Bu Inter'in 2008-2009 çempionluğunu qazandığı gün idi. 2006-cı ildə Portuqaliya millisindəki sonuncu oyunundan sonra onun geyindiyi 7 nömrə varisi Cristiano Ronaldoya verilib. Figo milli komanda karyerasını 127 oyun və 32 qolla yekunlaşdırıb. O, bütün karyerası boyu 161 qol vurub. Figo Portuqaliyada bütün zamanların 4-cü ən çox qol vuran oyuncusu olub. O, futboldan kənar bir çox fəaliyyətlə də məşğul olub. İdman şirkətinin reklamlarında çəkilib. Figonun otel, moda, qida, mədənçilik və şərab sahələrində də biznesləri var. O, həm də futbol sənayesindəki insanlar üçün özəl Network 90 şəbəkə saytının yaradıcısıdır. Figonun vaxtilə İran televiziyasında iştirakı da diqqət çəkən məqamlardandır. Futbolçuya bu dəvət üçün 100.000 avro ödəniş edildiyi iddia olunsa da, sponsorlar bunu təksib edib. Figo İsveçli model Helen Svedinlə evlidir. Onların Daniela, Martina və Stella adlı 3 qızı var. 2003-cü ildə Figo Portuqaliyada xüsusi qayğıya ehtiyac olan və yoxsulluq içində yaşayan uşaqlara kömək üçün Luis Figo fondunu yaradıb. Bir zamanların ulduz futbolcusu 2015-ci ildə FIFA prezidenti olmaq istədiyini açıqlasa da, sonradan qərarından daşınır. Onunla bağlı maraqlı faktlardan biri də təhsil ilə bağlıdır. Belə ki, Portuqaliyalı futbolçu 11-ci sinifi Sportingdə oynayarkən bitirib. O, 2011-ci ildə 38 yaşında olarkən 12-ci sinifi bitirərək məzun olub. Figo həmçinin Madriddə biznesin idarə edilməsi üzrə təhsil alıb. O, 5 dildə Portuqal, İspan, İngilis, İtalyan və fransız dillərində sərbəst danışır. Figo bir çox böyük mükafatlarla yanaşı 2001-ci ildə FIFA'nın dünyada ilin oyuncusu mükafatını qazanıb. 2004-cü ildə əfsanəvi oyuncu Pele hətta onu FIFA 100-ün dünyanın ən yaxşı yaşayan futbolçuları siyahısına daxil edib. Figo həm rəqib Barselona, həm də Real Madrid klublarında oynamış az saylı futbolçulardan biridir. O, hazırda futbol müşaviri kimi də fəaliyyət göstərir.